Aha, deməli sizlərlə ikinci semestrin, yəni birinci semestri daxil etmişəm, ikinci semestri daxil eləyək. Bir də onları silmək istəmirəm da. İkinci semestri daxil edəndə görürəm ki, yaz 2. Yaz 2 nədir? Xarici dildə işgüzar akademik kommunikasiyadır. Mən bunu fənlər hovuzundan tapıram, çünki mənim proqramdakı fənlə işləyə bilmirəm. Xarici dildə işgüzar akademik kommunikasiya 1 ingilis dili üzrə. İngilis dili. Deməli, burada yeniləyək səhifəni, biraz üstündə işləmişdim deyə. Yəqin ki, daxil olub. Buradan tapaq. Xarici dildə işgüzar akademik kommunikasiya. Tapdım. 1. Deməli, plusu vurduq. Burada nədir? Fən növü nədir? Fən növü təhsil proqramı ilə təyin olmuş fən. Seçmə. Yəni seçmə fənnini daxil eləyəcəyik. Burada ilkin davam edici fən olacaq. Proqramdakı fən hansıdır? Proqramdakı fən xarici dildə işgüzar akademik kommunikasiya. Həminki bu fəndir ki, ona bağlayırıq. Fən bölümü ümumi fənlər bölümüdür. Tədris ili birinci tədris ilidir. Semestr təyin edirəm. Yaz semestridir. Sonra dil bloku, təbii ki, dil bloku 1-dir. Daha sonra kredit təyin edirəm. Krediti isə baxıram ki, tədris planında bizdə 8 verilib. Həminki 8 ilə irəliləyirik. Növbətini vururam. Burada mənim saatlarım çıxacaq. Fənnin şifri UFB021 UF-B02.1 02.1 Sonra auditoriya saatı. Auditoriya saatı 90 saatdır. Auditoriya saatı 90 saat oldu. Praktik məşğələ 90 saat. Yəni bu cür göstərilib. Praktik məşğələ 90 saat və həftəlik dərs yükü 6 tətbiq edirəm. Yəni eynən orada necə idisə bu cür. Daha sonra yaz 2-ni axtarıram. Xarici dil 2-ni daxil etmirəm, çünki semestrlər sıra ilə getməlidir. Sonra gedirəm yaz 2-dən nə axtarıram? Görək hansı fənnimiz gələcək. Yaz 2. Tapdım. İxtisas fənlərindən orta əsrlər tarixi. Artıq bu proqramla təyin edilmiş fənlərin içərisində olacaq. Orta əsrlər tarixini axtaraq. Burada bunu əldə edək ki, hamısını görsənsin. Deməli, orta əsrlər tarixi. Burada yox. Gəlib aşağı çıxıb fikir vermirəm orasına. Orta əsrlər tarixi. Osmanlı tarixi. Orta əsrlər tarixi. Burada isə biz düzəliş hissəsinə daxil oluruq. Fən bölümü ixtisas fənləridir. Tədris ili birinci tədris ilidir. Söhbət yaz semestrindən gedir. Və kredit fənni özü avtomatik orta əsrlər tarixində 6 krediti verir. Tətbiq etdikdə orta əsrlər tarixində deməli 60-30-30-a bölünüb. Fənnin şriftinə baxırıq. IFB12 IF burada hazır var. Yəni burada bir dənə dəyişiklik eləməklə IFB12 auditoriya saatı 60 saat verib orta əsrlər tarixində 60 saat və mühazirə ilə seminara 30 saat ayırıb bizdə. Və kurs işimiz yoxdur. Tətbiq edirik. Orta əsrlər tarixi artıq daxil olmuş oldu. Sonra yaz 2-ni axtarıram yenə. Yaz 2 hardadır ayrı? Biri də ondan bir fən aşağı Osmanlı tarixi. Yaz 2 Osmanlı tarixi. IFB14-dədir. Osmanlı tarixini axtaraq. Osmanlı tarixi. Baxırıq. Osmanlı tarixi. Fən bölümü ixtisas fənləridir. Tədris ili birinci tədris ilidir. Semestri təyin etdi. Yaz semestridir. Krediti özü verir. Osmanlı tarixində 6 kreditdir. Düzdür. Burada IFB14-dür. IFB14. Sonra auditoriya saatı. Auditoriya saatı 60-ın 30-30-adır. 60 ümumidir. 30 mühazirə, 30 seminar və praktik məşğələsi göstərilməyib sistemdə. Osmanlı tarixində bəli 60-30-30
və tətbiq edirik. Aha, videonu burada dayandıracağam və yaz 2 semestrlərdə eyni o qayda ilə davam eləyəcək, çünki video çox çəkmək olmur. Yəqin ki, burada bu fənləri başa düşdünüz və digər fənlərdə də keçəndə digər yaz 2-ləri axtaranda 2 dənəsi aşağıda alt-altadır. Hidrologiya, iqlimşünaslığı eyni qayda ilə daxil ediləcək. Daha sonra o birisi tərəfdə isə yoxdur. Aha, burada hamısı ixtisas fənləridir. Videomuz bu qədər. Yəqin ki, yararlı olacaq inşallah.